Salam, hər vaxtınız xeyir olsun əziz şagirdlər. Deməli bilirsiniz ki, bu gün, yəni 13 oktyabr 2025-ci il tarixində OTK-nın 9-cu siniflər üzrə olan sınaq keçirildi. Bu gün həmin sualların izahına baxacağıq. Zəhmət olmasa kanala abunə olub fikirlərinizi bölüşməyi unutmayın. Və bir də elanı xatırlatmaq istəyirəm sizə. Artıq bizim 9-cu siniflər üçün olan buraxılış kitabımız demək olar ki, satışdadır. Bir neçə ayda artıq satışdadır. Əldə etmək istəyənlər ekranda gördüyünüz nömrə ilə əlaqə saxlaya bilərsiniz. Bütün Azərbaycanın çatdırılma mümkündür, Naxçıvan daxil. Eyni zamanda sizə ən yaxın kitab mağazalarından da soruşa bilərsiniz. Bütün mağazalara paylanıbdır. Gəlin baxaq indi sualların izahlarına. Başlayaq birinci sualdan izaha. Deyir ki, ifadəsinin deyir qiymətini hesablayın. Biz burada görürük ki, 11,3 ortaqdır. 11,3-ü mən ortaq vuruq kimi çıxarsam, qalacaq 7,2 vur üstə gələk. 2,8 bərabərdir. 11,3 vurulsun 10. Bu da bərabərdir 113. Doğru cavab B variantı. 1 kiloqram 1 tonun neçə faizidir? 1 kiloqram bölünsün 1 ton. 1 tonumuz 1000 kiloqram olduğuna görə 1 tonun yerinə mən 1000 yaza bilərəm. Çünki hər ikisini kiloqramla ifadə etməliyəm. Neçə faizdir deyilirsə 100-ə də vururam. Bu 2 sıfırlar gedir. Qalır 10,1. Bu da bərabərdir 0,1. D variantı. AM parçasının orta nöqtəsi N'dir. Deməli, AM-in orta nöqtəsi N olduğuna görə XX kimi bölünəcək. NK parçasının orta nöqtəsi M'dir. NK-nın ortası da və bunun ortası da M olarsa yenə də bu X-dirsə, avtomatik olaraq bu da X-dir. MB parçasının orta nöqtəsi K-dır. Bunun da orta nöqtəsi K-dırsa, X var da bizdə, onda bu da X olur. AN X bölünsün NB 3x. Buradan da təbii ki, x-lər gedir, nisbət olaraq 1-in 3-ə alıram. B variantı. 34-ə baxaq. 34 nömrəyə tapşırıq. A-nın hansı qiymətində deyil, bərabərliyi doğru olar. Gəlin ilkin olaraq biz nə eləyək? İlkin olaraq bu deməli A tam dövrdə A bərabərdir. Məhsul toplananı tapmaq üçün cəmdən, yəni 9-da 50-dən çıxacam 3,3-də 1-i. Bərabərdir 9-da 50 çıxılsın 3-də 10. Bərabərdir 9-da 50 çıxılsın 3-ə vursam 9-da 30. Bu da bərabərdir 9-da 20. İndi gəlin 20-ni bölək 9-a ən sadə yolunu deyəcəm sizə. 2 dəfə 9-un 18, 2, 0. Daha doğrusu 2, 0. 2 dəfə 9-un 18. Görürsünüz, 2-lər sonsuz şəkildə təkrar olunur. Deməli, burada nə alıram? A tam dövrdə A nəyə bərabər olur? Deməli, A tam dövrdə A bərabər olur nəyə? Onu silək, bu bizə mane olmasın. Deməli, bərabər olur 2 tam. Buna bərabər olur da. 2 tam dövrdə 2. Deməli, buradan da məlumdur ki, A bərabərdir 2-ni alıram da mən. 34-də doğru cavab D variantı. 35. 12-nin bölənləri çoxluğu A. A bərabərdir. 12-nin bölənləri 1-dir, 2-dir, 3-dür, 4-dür, 6-dır, bir də 12-dir. Bu 12-nin bölənləridir. 12-dən kiçik sadə ədədlərdə B ilə işarə olunur. 12-dən kiçik sadə ədədlər 2-dir, 3-dür, 5-dir, 7-dir, 11-dir. Və bunları mənə adam kəsişməsini istəyir. Kəsişmə 2, 3, 2, 3, sonra heç nə, elə 2, 3-dür. Və əvvəldə də bizdə N. N say deməkdir. Sayda 2 dənə. Əgər çoxluğu istəsəydi, o zaman biz bunu belə yazardıq. A kəsişmə B, 2, 3. Sayını istəsəydi, doğru cavab 2 olur. Yəni, sayını istədiyinə görə doğru cavab 2 olur. Uzunluğu 48 kilometr olan yolun 6/5 hissəsi asfaltlanıb. Gəlin görək neçə hissəsi asfaltlanıb. Bunu müxtəlif cür eləyə bilərsən. Məsələn, asfaltlanmayan uzunluğunu tapmaq üçün promoy 48-in 6/5-i asfaltlanırsa 6/1-i asfaltlanmamışdı. 6/1-ini taparam. 8 kilometr. Yəni, doğru cavabımız 8 olacaq. Belə də yazmalar. Və yaxud da 48-in 6/5-ini taparsan və 48-i alınan cavabdan çıxarsan. Yəni, belə də mümkündür.
Sonra 37 nömrə tapşırığa baxaq. Bettadsa təbii ki, burada bettadır, çünki qarşılıqlı bucaqlardır. Alfa ilə bettanın nisbəti 2-nin 7-yədir. Bura 2x, bura 7x deyə bilərəm mən. Və A-nın B-yə paralel C kəsən olduğuna görə 7x ilə 2x-in də cəmi mənə verir 180-i. 9x bərabərdir 180, x də bərabərdir 20. X-in yerinə mən 20 yazsam, məndən bettanı istəyir də 7 vurulsun 20, bu da bərabərdir 140-a. 37C variantı. 38-ə baxaq. Kəsişməsi boş olmayan A və B çoxluqlar üçün iştiriklənmiş hissədə olan elementlərin sayına uyğun olan ifadə. Uyğun olan ifadələri deyil, müəyyən edin. Təbii ki, bu AB fərqidir, bu da BA fərqidir. Bunların toplanması bizə cavabı verir. İstəyirsiniz bunu lap belə də baxa bilərik. Baxın, tutaq ki, bura bir kəsməsi boş olmayan A və B çoxluqlar üçün iştiriklənmiş hissədə olan elementlərin sayı. Bura bir x yazıram, bura bir y yazıram. Elementlərin sayına uyğun olan ifadə. Həqiqətən AB fərqi x-dir, BA fərqi də y-dir. Həqiqətən bu ödəyir də x ilə y-in cəmi. Sonra buna baxıram. NA, bura bir A yazıram. X plus A, düzdürmü? Plus NB, y plus A çıxılsın A ilə B-nin kəsməsi A. Mən bunu hesablasam, buradan A-lar gedəcək, qalacaq x üstə gələ y minus A. Düzdürmü? Daha doğrusu plus A olur burada. Plus A. A-larım bununla gedir və plus A qalır. Amma bunun cəmi mənə axı iştiriklənmişi vermir. A hissəsində burada var. Ona görə 2 ola bilməz. 1 ola bilər, 2 ola bilməz. 3-ə baxaq. A ilə B-nin birləşməsi x üstə gəlinsin, A üstə gələ y. Çıxıram kəsişməni A-nı. A-lar gedir, x plus y qalır. Deyib bundan aldım da. Deməli 3-də doğrudur. Cavabımız 1-3 olacaq. Yəni, istəyirsiniz rənglənmiş hissəni belə də müəyyənləşdirə bilərsiniz və yaxud da istəsəz, yəni adi məntiqlə də baxa bilərsiniz. Sonra 39-cu suala baxaq. Bu tip sualların ən gözəl yolu yerinə belə deyim, qiymət qoyub baxmaqdır. İfadələrdən hansının qiyməti tək ədəd olar deyir. Deməli, A təkdir də. Tutaq ki, A bərabərdir 1 olsun, B cütdürsə B bərabərdir 2 olsun. Bir variantlara baxıram. A variantında yerinə yazsam, görək mənə nə verəcək. A vurulsun B, 2 üstündə 1 vur 2. Bu mənə verəcək 4-dür, tək olmur. Elə D variantını yoxlayaq. D variantı 1 plus 2 üstündə A, 1 bərabərdir 3 üstü 1, 3. Elə D variantı olacaq da belə çıxır ki. B variantını yoxlayaq. 2 vurulsun A, 2 üstə gələ B-də 2-dir. 2 üstündə 2. 4 üstü 2, 16, bu da cütdür. C variantını yoxlayaq. 2 vurulsun 1 üstə gələ 2 üstü A, A-da 1-dir. Bu da 4, yenə cütdür. D variantını yoxlayım. 4A, 4 vur 1, 4 edir, plus B, 2 üstündə 2. 36, bu da cüt edir. Yəni D variantıdır doğru cavab. İfadəsinin deyir qiymətini hesablayın. Bunu çevirək düzgün olmayan kəsirəm. 4 dəfə 3-ün 12, 12-nin üzərinə 3 gəlirəm 15. 4-də 15 vurulsun 15-də 8. Üstə gələk 6 dəfə 2-nin 12, 13. 6-da 13 vurulsun 26-da 3. Aha, 15-lər gedir. Fərqli rənglə yazaq ki, rənglər qarışmasın. 8 ilə 4 gedir, burada qalır 2. 2 üstə gələk. 26 ilə 13 gedir, burada qalır 2. 6 ilə 3 gedir, burada qalır 2. 2 üstə gəlinsin 4-də 1. Bu da bərabərdir 2 üstə gələ 0,25. Bu da bərabərdir 2,25. 40-da doğru cavab B variantı. 41 nömrəli tapşırıq. AB və CD düz xətləri O nöqtəsində kəsişir. AOD. AOD. Bura bir alfa desəm. BOD. Bura bir beta desəm. Mənə alfa ilə betanın fərqini 30 verib. Bunların cəmi də mənə 180 dərəcədir. Tərəf-tərəfə toplasam 2 alfa bərabərdir 210. Alfa da bərabər 105. Məndən nə istəyir? B, O, C-ni istəyir. Bu da alfadır da. Qarşılıqlı bucaqlarda axı. Doğru cavab 105.
Sonra 42 nömrəli tapşırığa baxaq. 7-yə böləndə hər hansı bir A ədədin 7-yə böləndə natamam qismətdə 4 alınır. Qalıqda da x alınır. Buradan A nəyə bərabərdir? Qalıqlı bölmənin xassəsi 4 vur 7 üstə gələ x. Ən böyük ədəd. A-nın ən böyüyünü istəyirsə x-in ən böyüyünü tapmalıyam mən. X ən böyük 6 ola bilər də. Müəllim niyə? Çünki qalıqlı bölmənin xassəsi var ki, x kiçikdir 7 şərti ödəməlidir burada. Yəni qalıq böləndən kiçik olmalıdır. Ona görə bizə həmin A ədədinin ən böyüyünü istəyirdi, x-in ən böyüyünü axtarıram mən. 4 vur 7 28 plus x-i də 6 tapmışam 34. B variantı. Sonra 70 dərəcəli bucağa qonşu olan bucaq. Qonşu bucaqların cəmi 180 dərəcəsə 70-ə qonşu olan bucaq təbii ki 110 olur. ABC müsbət ədədləri üçün bu tiplərdə biz 3, 4, 5-ə əkop tapırdıq. 3, 4, 5-ə əkop nə olacaq bizdə? Demək 3 ilə 4-ə 12, 12 ilə də 5-ə 60. Qarşılıqlı sadə ədədlərdə də 3 ilə 4 qarşılıqlı sadədir, əkop 12. 12 ilə 5 də qarşılıqlı sadədir, əkop 60 olur. Burada 60 K'lar yaratmalıyam. Ona görə A'ya deyirəm 20K ki 3'ə vuranda 60K olsun. Yəni mən əkobu niyə tapıram? Əkobu tapandan sonra məsələn 60 da ola bilər, 120 də ola bilər və s. Ona görə K'larla işləyirəm. Sonra B bərabərdir 60K olması üçün 15K yazmalıyam. C bərabərdir 60K olması üçün 12K yazmalıyam. Deməli, gətirək burada yazaq yerinə. B üstə gələk C. 15K üstə gələk 12K bölünsün A minus B. 20K çıxılsın 15K. 15'in üstünə 12 gələndə 27K bölünsün 5K. K'lar gedir. 27 bölünsün 5 bu da bərabərdir. 5 tam onda deməli 4. 44'də doğru cavab Y variantı. 45'ə baxaq. A və B natural ədədləri üçün olarsa A plus B cəminin böyük qiymətini tapın. Deməli, biz bilirik ki, kənar hədlərin hasili tənasübdür da bu. Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. 12. İndi hansı natural ədədi hansı natural ədədə vuranda 12 eləyir. 1, 12, 3, 4. İndi o birini yazmağa ehtiyac yoxdur. 4, 3, 12 biri yazmağa ehtiyac yoxdur. Cəmin ən böyük qiyməti. Cəmin, burada cəm olacaq 13. Burada cəm olacaq 7. Burada da 7, burada da 13. Burada biz nəyə baxırıq? Cəmin ən böyük qiymətini istəyir A variantı. Baxın, hasili verilən ədədlərdən cəmin ən böyük olması üçün bu nə gördük? Uz nöqtələr olmalı, yəni ən uzaq nöqtələr olmalıdır. Əslən bunu əzbər şəkildə də deyə bilərdim, amma istədim daha geniş məlumat verəm. Sonra 46 nömrəli tapşırığa baxaq. 3 elementli A çoxluğu, 5 elementi olan B çoxluğunun A çoxluğu olarsa, bunun ən gözəli, baxın, ən gözəli özümdən bir dənə nümunə göstərməklə məsələni bitirəcəm. 3 elementli bir dənə A çoxluğu götürürəm. Məsələn, 1, 2, 3. Ən sadəsi. 5 elementi olan B çoxluğun A çoxluğudursa, A, B-nin A çoxluğudursa, A-nın elementləri B-də də olacaq. Özümdən də əlavə 2 dənə çoxluq götürürəm. Düzdürmü? A ilə B-nin kəsişməsi. Fikir verin, A, B-nin A çoxluğudursa, 1, 2, 3 burada da var. Ona görə bunların kəsişməsi elə bizə n-anı verir. Birləşməsi nə verir? Onsuz ki 1, 2, 3 A-da var da, birləşmə də bizə A birləşmə B. Birləşmədə necə tapıram? A-nı yazırdım, düzdürmü? Və B-də olmayanları, A-da olmayanlar tamamlayırdım. 4, 5. Birləşmə də bizə B çoxluğunu verdi. Yenə deyirəm, bunu mən əzbərlə deyib keçə bilərəm, amma tam görün deyə. Yəni əzbər belədir ki, biri digərin A çoxluğudursa, kəsişmə kiçik verir, birləşmə böyüyü. Niyə? Bax, səbəb budur. Kəsişmə bizə A çoxluğunu verdi, 3 element, plus birləşmədə B-ni verdi, 5 element. Bu da bərabərdir 8-ə. Deməli, 46-da doğru cavab 8. 47-yə baxaq. 60 ədədinin 60%. A bərabərdir 60-ın 60%. 60 vur 60 böl 100. Bərabərdir 36. B bərabərdir 70-in 70%. 70 ədədinin 70% deyil, B-yə bərabərdir. Bu da mənə verir 49'u. B minus A-nı istəyir məndən. 49 minus 36 bərabərdir 13. A, B və C, D 2 rəqəmli ədədlərdir.
Gəlin bunu açaq. Deməli 10B, 10A daha doğrusu, üstə gələk B, üstə gələk 10C, üstə gələk D, üstə gələk 9B bərabərdir 80 çıxılsın 9D-yə. Bunu sadələşdirək. 10A, düzdürmü? B-nin üzərinə 9B gələndə 10B eləyir. 10C, sadə bir şey alınır. Baxın, 9D-ni, mənfi 9D-ni atıram sağa və D ilə toplayıram. Olur 10D bərabərdir 80. Hər tərəfin 10-a bölsəm, A üstə gələk, B üstə gələk, C üstə gələk, D bərabərdir 8. Zaten bizdə bu cəmi istəyirdi. 49. Uyğun tərəfləri perpendikulyar olan iki bucağın dərəcə ölçüləri nisbəti 7-nin 8-ədir. Biri 7 alifə, biri 8 alifə. Uyğun tərəfi perpendikulyar olan bucaqların hansı xassəsi var? Müəllim, bir-birinə bərabərdir ya cəm 180-dir. Tamamilə doğrudur. Bir-birinə bərabərdir ya da cəm 180-dir. Bizə də deyir 7-nin 8-ə nisbətindədir. Deməli, təbii ki, bu bir-birinə bərabər ola bilməz. O zaman mən cəmini 180 dərəcəyə bərabər olan halını araşdıracağım. 15 alfa bərabərdir 180-ə. 180-ə. 180-i də 15-ə bölürük 12. Alfa bərabərdir 12. Alfa 12 isə kiçik bucaq budur da təbii ki. 7-ni 12-ə vuranda bu eləyir 84. Düzdürmü? Bu da eləyir 96. Kiçiyin dərəcə ölçüsünü istədiyinə görə doğru cavabımız olur 84. Məsələn, bu da belə. Sonra davam edək növbəti sualla. 50-ci suala baxaq uşaqlar. 50-ci sualda bizə nə deyir? Hani 50, hə. Olarsa A plus B cəmini tapın. Elə mən bunu alt-alta toplayıb ən sadə bir versiyada cavab ala bilərəm. 12 tam dövrdə 3, 456. 87 tam 6, 5, 4, 3. Bax belə. Bunlar toplayana fikir verin. 9, 9, 9, 9, 9, 9. Deməli, 99 tam 10-da 9 dövrdə 9. Bu da bizə nə verir? 99 tam 90-da 99-dan çıxıram 9-u. Bu da bərabərdir. 99 tam 90-da 90. Bu da bərabərdir 100-ə. Ən sadə yolu budur. 51 nömrə tapşırıq. OD şurası AOB düz bucağının tənbölənidir. Gəlin bir dənə düz bucaq götürək. Təm taraqlı. Aha. Bura düz bucaqdır. Bura düz bucaqdır. Bizə nə deyir? AOC düz bucağının tənbölənidir. AOC. Düz bucağının tənböləni OY şurasıdır. OY şurasıdır. OY şurası isə yox, bir dəqiqə. OD şurası AOC-nin tənbölənidir. OY isə AOD-nin tənbölənidir. Gəl biz bunu qırıq-qırıq xətlə çəkək də. AOD-nin tənböləni də bizə nə deyir? OY şurasıdır. COY bucağını tapın. Aha, maraqlı bir sualdır. Ümumiyyətlə, birinci biz tənbölən olduğuna görə buranı mən 45 dərəcə bilirəm. 45-dir, bu da 45-dir. 45-dir. Daha sonra mənə deyir ki, adam, bu da tənböləndir. 45-i tənbölən kimi veribsə, o zaman 22,5, 22,5 kimi yaza bilərəm bunu. Və bizdən adam hansı bucağı soruşur? COY bucağını soruşur. Və bu bucağı soruşur adam məndən. Onda bu bucağın dərəcə ölçüsü məlumdur da. 22,5 üstə gələk 45. Bu da bərabərdir 67,5. Doğru cavab. Bəli, 51-də doğru cavab 67,5. 52-yə baxaq. Birinci qutuda olan kürəclərin 30%, ikinci qutuda olan kürəclərin 60% ağ rənglidir. Bu iki qutudakı bütün kürəclərin 55% ağ rəngli olarsa, gəlin belə deyək də. Birinci qutuda olan kürəclərin 30%, ikinci qutuda olan kürəclərin 60% ağ rənglidir. Gəlin, bu olsun birinci qutu. Bunu mən daha sadə olması üçün sizə çox qəşəng bir yolla deyəcəm. Bu olsun birinci qutu. Bax belə. Bunu biraz böyük çəkək.
Çünki onun içində bir yazı yazanda daha yaxşı olsun da. Baxın, birinci qutuda ümumi 100x kürə olsun. İkinci qutuda da 100y kürə olsun. Deyir ki, birinci qutuda olan kürəciklərin 30%, ikinci qutuda 60% ağdır. 100x-in 30%-i mən rahat tapa bilirəm də, 30x nədir? Ağdır. Düzdürmü? İkinci qutuda kürəcəyin 60% ağdır, 60y ağdır. Kəsir falan işləmirəm, belə daha sadə olacaq. Bu iki qutudakı bütün kürəciklərin 55%-i ağdır. Və bu sözə diqqət edin. Bu iki qutudakı bütün kürəciklərin 55%-i ağdır. Birinci qutuda olan ağ kürəciklər, ikinci qutuda olan ağ kürəciklərin neçə faizini təşkil edir? Baxın, bizə adam şərtdə deyir ki, bu iki qutudakı bütün kürəciklərin 55%-i ağ olarsa, iki qutuda bir yerdə 100x plus 100y qədər kürə var, düzdürmü? Bunun deməli, bu iki qutuda bütün kürəciklərin 55% ağdır. Yəni ağların cəmi. Və bunu deyir bizə. 30 ilə 90-ın cəmi 30x üstə gələk 90y. Bax, bunu hesablayacağam. Məsələ bitəcək. Aha. Deməli, 100-ü çıxarsam buradan mötərizə xaricinə qalacaq x üstə gələk y vurulsun 55 bərabərdir 30x plus 90y. Bölünsün 100 də var burada. Bunu aşağıdan eləyək. Çünki kəsirin qabağından olmalıdır da bu. Buradan deməli 100-lər gedəcək və vurub açaq bunu. 55x üstə gələk 55y bərabərdir 30x plus 90y. Deməli 55x çıxılsın 30x bərabərdir 90y çıxılsın 55y. Gəlin bunu hesablayaq. Demək 5-dən 3-ün çıxanda 25x bərabərdir. Ondan 5-in 5-i 9, 8-dən də 5-in 3-ü 35y. Bunun hər tərəfini 5-ə bölsəm 5x bərabərdir 7y alıram. Buradan x-ə deyərəm 7k, y-ə də deyərəm 5k. Adam məndən nə istəyir? Deməli bizə deyir ki, birinci qutuda olan ağ kürəci, ikinci qutuda olan ağ kürəci neçə faizdir? Birinci qutuda 30 dənə ağ, 30x qədər ağ var. İkincidə də 60y qədər ağ var. Neçə faiz deyirsə 100-ə vururam. Bərabərdir. Deməli 30 vurulsun x 7k bölünsün 60 vurulsun y-də 5k. Məsələn, bunu hesablayacağım. Buradan da cavabım çıxacaq. K-lar gedir. Bununla bu gedir. Burada qalır 2. 2 vur 5 10 eləyir. Bununla bu gedir. Burada qalır 10. Cavabı 70% aldım mən. Bir dənə baxaq görə nəsə səhv olmadı ki. Elə bizim səhvimiz buradadır da. Elə bundan da səhv gedir. 90y yox, 60y olmalıdır bu. Məsələn. Və burada biraz diqqətsiz baxmışam mən. Ona görə də ümumi səhv gedibdir. Deyir ki, bütün kürəcdən 55% ağdır. Ağda 60x-lə 30-dan 60-ın cəmi deməkdir da. 60 olmalıdır baba. Burada biz texniki səhvə yol vermişik. Bax, ona görə misalımız ümumi səhvə gedir. Buradan da alacam deməli 55x çıxılsın 30x bərabərdir 60y minus 55y. Buradan deməli 5x bərabərdir. Daha doğrusu 25x bərabərdir 5y. Hər tərəfin 5-ə bölsəm y bərabərdir 5x alıram mən. Düzdürmü? İndi nə edəcəm? Gətirib yerinə yazacağam. Bizə deyir ki, birinci qutuda olan ağlar. Ağ nədir? 30x. İkinci qutuda olan ağın 60y vur 100. Düzdürmü? Deməli 30x 60 vurulsun. Y-in də yerinə 5x yazsam vur 100. Bunları hesablayaq. X-lər gedir. Bundan bu gedir. Burada qalır 20. 10 eləyir. Bundan bu gedir. Burada qalır 10. Yəni yekun olacaq 10%. Biraz orada biz hesab səhvinə yol vermişik deyə ümumi həllimiz biraz bizi problem oldu, incitdi. Daha doğrusu 60 olmalıdır da orada. Mən 90 yazmışdım. Ona görə bizə problem oldu o hissə. Gəlin bunu da yazaq. Çünki mən bunu PDF formada paylaşacağım ki, sonra şagirdlər rahat istifadə edə bilsinlər. Sonra deməli 53 nömrəli tapşırığa baxaq. Nə deyir bizə 53-də?
Diaqramda A və B ədədlərin sadə vuruqları və onların sayı verilmişdir. Deməli, A bərabərdir 2 üstü 5, 3 üstü 4. B bərabərdir 2 üstü 3, 3 üstü 7. Əbob ortaqlardır. Ortaqlar 2 üstü 5 2-nin kubundan əbob 2-nin kubudur. 3 üstü 4 3 üstü 7-dən də əbob təbii ki nədir? 3 üstü neçədir? 3 üstü 4-dür. İndi mənə adam nə deyir? Mənə adam deyir ki, bunların əbobunu deyir tapın. 2 üstü 3 bizə 8 verir. 3 üstü 4 də bizə 81 verir. 8 və 1-in 8, 8 və 8-in 64. 648. 54 nömrəli tapşırığa baxaq. 54 dənə sualdır, yox 55 sualdır. 54-də bizə nə deyir? A, B-yə paraleldir. Aha. Alfa 20'dir. Bura 20'dir. Beta, bura 80'dir. Gamma bucaq. Bunu uzatsam mən. Bura bizə 60 olacaq. Niyə? Çünki bununla bunun cəmi mənə çöldəkin verir. Yəni çöldəklərin cəmi sərdəkin verirdi. Gamma da bunun qonşusu olduğuna görə 120 dərəcə. 55-ci suala baxaq. Bu da maraqlı bir suala bənzəyir. A, B-yə paraleldir. Bu bura paraleldir deyir. Və C, D-yə perpendikulyardır. C düz xəttə, D düz xəttinə perpendikulyardır. Bunu uzadaq. Bu 90 dərəcədir. A alfadır. Bunu uzadıram mən. Görək bu bizə nə verəcək. Belə uzadaq da bunu. Aha. Bura 150 dərəcədirsə, baxın. Bura 150-dirsə, avtomatik olaraq mən buranı da 150 alıram. Niyə? Çünki uyğun bucaqlardır. Bunun qonşusu 30'dur. 90-30 varsa avtomatik olaraq bura 60 qalır. Beta da bu 60'ın qonşusu da axı 120. Uğurlar, növbəti izahlarda görüşmək ümidi ilə.